Bu dəfə paket kupça evimizin təqdimatına gəlmişik. Bir də yaxın gəl, bəri gəl. Hardasa 9'un 4'ə qonaq otağıdır. Düşün ki 9'un 4'ə, yəni 36 kvadrat qonaq otağıdır. Kim də bu evi alsa, şirinliyi də bizdeydi. Ya da birini sən ye, birini özüm yiyəm. Eviyyətini deyərəm, hava deyiləyəm. Kombisi qalır. Kombi sistemi var. 9'un 4'ə qonaq otağı. 5 otaqlı ev, 4 sotda. Paket kupça. Torpağında yəni kupçası var, evində. Paket kupçadır. Radiatorlarından hamısı da var. Bunun koridor hissəsinə var. Koridor yox, elə bir dənə qonaq otağıdır. Bunu da saysan 6 otaq olar. Biz bunu saymırıq. Abdel sanitarı, sanuzeli hamısı var. Sanitar qovşağının asma tabanı alınıbdır, düzəldilir, tam təhvil veriləcək. Bu da sanuzel. Yerli istif olur. Buradan çıxdı. Bu bir otağımız. Maşallah. Yeri də laminatdır və hamısının da radiatorları geniş, uzun radiatorlar, böyük radiator qoyulubdur. Bu ikinci otağımız. Yəni bunun yerinin laminatı qalıbdır. Gördüğünüz kimi otaq ölçüsü böyüdür. O 6'nın 4'ü zadı belə ölçü. Bu ev 154 kvadrat ölçüsü var. Böyük ev. Otaqların ölçülərinə bax. Mən ölçü demirəm. Birinci 154 kvadratlıq 5 otaqlı evdir. Bunu qardırop kimi də ay maşallah gör nə qədər paltar var. Müğənninin evləri olur, belə çoxlu paltarlar düzür. Qardırop kimi də nəzərə alınırlar. Bu da yəqin cehizlərdir. Hər gəlin birini gətirib olub 3 dənə. Otaq kimi də eləmək olar. Bu da mətbəx hissəsidir. Yerimiz laminatlı, yenə qeyd edirəm. Mətbəxin də radiatoru var. Boşa daşla tikilmiş evdir. Mətbəx mebeli də təzə yığılıb. 3000-dən yuxarı pul xərcləyir bu mebeli. Yəni bahalı mebel yığılıb. Kranatın azadına hamısına baxın. Suyu burada quyusuydu. Qaz işığı var. Kupsalı evdə də təbii ki belə qaz işıq problemi olmur. Bir də bu girişlərimizdə dəhlizimizdir. Bir də bura gəl. Bax buranın da patolog hissəsi düzəldiləcək. Altıban vurulub, yəni hamısı düzəldilib, tam təhvil veriləcək. Həyətyanı ərazini göstərirəm. Evimizin xarici görünüşüdür. Yenə qeyd edirəm, 4 sotdadır evimiz. Evimiz də 150 kvadratlıq evdir, bax belə. Sağından da 1 metr məsafə qoyulub, arxaya keçmə yolu, sol tərəfi də boşluqdur, bax. Genişdir. Belə də qaraj kimi düzəldə bilər, naves kimi də. Bura otaqdır, yəni istəyən olsa bunu birbaşa da məhli açılır da qapı. İstəyən olsa bunu obyekt kimi də istifadə edə bilər. İstəyən olmasa, yəni otaq kimi də ya kirayə də vermək olar, təmir eləyəsən, kirayə verəsən. Hər şey yararlıdır. Evimizin belə böyür hissəsində bağ kimi də yer saxlayıblar. Bu da əldamıdır, tikiblər. Bu da bağ kimi. Belə bir evdir. Pəncərə raşotkalarına qədər hər bir şey qoyulub. Yerdən 3 daş kürsülü evdir. Yəni təmiz